Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri qida təhlükəsizliyinin təmin olunmasının əsas fəaliyyət istiqamətlərindən biridir. Bu tədbirlər qida zəncirinin bütün mərhələlərini əhatə eləyir. Xüsusilə kolbasa kimi yüksək riskli məhsullara şamil olunur və onların təhlükəsizliyinə nəzarət necə həyata keçirilir sualını önə çıxarır. Bəs bu sahədə Akta hara baxır? Sualı hissə-hissə cavablandıraq. Agentlik tərəfindən mütəmadi olaraq multimonitorinqlər, plan üzrə və ya plandan kənar yoxlamalar aparılır. Ən geniş yayılmış hal isə vətəndaş şikayətinə əsasən həyata keçirilən plandan kənar yoxlamalardır. Bəzən mediada və ya sosial şəbəkələrdə ya da marketlərdə alış-veriş zamanı kolbasa məhsulları ilə bağlı uyğunsuzluqlarla qarşılaşırıq. Belə hallarda vətəndaşlar aşkar etdikləri faktlarla bağlı Agentliyin 1003 çağrı mərkəzinə məlumat təqdim edirlər. Yoxlamalar zamanı qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərində hər hansı bir uyğunsuzluq ehtimalı müəyyən edildiyi hallarda məhsullardan nümunələr götürülür. Nümunələr steril paketlərə yerləşdirilir, plombla möhürlənir, xüsusi konteynerlarda temperatur rejimi qorunmaqla soyuduculu nəqliyyat vasitələri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aqreditə olunmuş müvafiq laboratoriyasına təqdim edilir. Nümunə qəbulu zamanı müşahidə edici sənədlər yoxlanılır. Nümunələrin analizi üçün yararlılığı qiymətləndirilir. Məxfiliyin qorunması məqsədi ilə nümunələr barkodlaşdırılır. Daha sonra onlar aidiyyatı üzrə laboratoriyalara yönləndirilərək analizə cəlb edilir. Kolbasa və sosis məmulatlarının orqanoleptik göstəricilərinin, eləcə də tərkibindəki xörək duzu, nişasta, zülal, yağ, nitritin kütlə payının təyini, həmçinin mikrobioloji göstəricilərin və mənşəyin müəyyən edilməsi üzrə sınaqlar Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında yüksək səviyyədə həyata keçirilir. Laboratoriyamızda fiziki kimyəvi analizlər həyata keçirilir. Bu məhsulda olan duz, şəkər, nitrat, nişasta, nitrit və nitratların miqdarı, təhlükəsizliyi və etiket məlumatları ilə eyniliyini təmin etmək məqsədi ilə aparılır. Belə ki, ən əsas olaraq nitrit və nitratların miqdarının təhlükəsiz həddə olub-olmaması qiymətləndirilir. Laborator analizlərin nəticələrinə əsasən məhsullarda uyğunsuzluq aşkar edildiyi təqdirdə qanunvericiliyə uyğun olaraq zəruri inzibati tədbirlər görülür. Belə ki, ictimai yaşayış obyektlərində pozuntu halı müəyyən olunduqda sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilir, risk yaradan müəyyən məhsul qrupları üzrə istehsal sahələrində məhdudiyyətlər tətbiq olunur və həmin istiqamətdə fəaliyyət müvəqqəti dayandırılır. Emal müəssisələrində isə uyğunsuz məhsul partiyası dərhal dövriyyədən geri çağırılır, istehsal prosesi dayandırılır və risklərin aradan qaldırılması üçün müvafiq tədbirlər planı icra edilir. Laborator müayinələr qida təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Bəzi hallarda sosial şəbəkələrdə kolbasa məhsullarının qeyri-peşəkar üsullarla yoxlanılması ilə bağlı görüntülər paylaşılır. Lakin bu cür yanaşmalar elmi əsaslara söykənmir və etibarlı nəticə vermir. Qida məhsullarının təhlükəsizliyi yalnız laboratoriyalarda aparılan analizlərlə dəqiq müəyyən edilə bilər. Kolbasa məhsullarının üzərinə yod məhlulu əlavə etməklə onun tərkibində yalnız nişastanı müəyyən etmək olar. Yəni göy rəng əmələ gəlir, bu da onun tərkibində nişastanın olduğunu bildirir. Lakin kolbasanın tərkibində nişastanın varlığı onun qida üçün təhlükəli olduğuna dəlalət etmir. Bir mənalı olaraq laborator sınaqlar aparılmadan məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizliyi barədə fikirlər söyləmək doğru deyil. Zaman-zaman kolbasa istehsalında karton kimi qeyri-qida maddələrindən istifadə edildiyi barədə yanlış fikirlər də yayılır. Bu iddialar elmi və hüquqi baxımdan əsassızdır. Qida məhsullarının tərkibinə bu cür maddələrin qatılması qanunvericiliklə qadağandır və bu laborator analizlər zamanı dərhal üzə çıxarılır. Qida təhlükəsizliyinin təmin olunmasında ictimai nəzarət də mühüm rol oynayır. İstehlakçıların diqqətli və məsuliyyətli yanaşması, şübhəli hallarla bağlı məlumat verməsi bu sahədə şəffaflığın və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Beləliklə, kolbasa məhsullarına nəzarət xam maldan başlayaraq süfrəmizə gələnə qədər bütün mərhələləri əhatə eləyir. Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri qida təhlükəsizliyinin təmin olunmasına və istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Sonda əsas sualımızı cavablandıra bilərik. Akta hara baxır? Qida zəncirinin hər mərhələsinə.